Salam dostlar, sabahınız xeyir. Mən indi doğma diyar Naxçıvandayam. Bu uzaqdan gördüyünüz çay Araz çayıdır. Araz çayının o tərəfindəki evlər isə Cənubi Azərbaycandır. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanır və bu müqavilə ilə Azərbaycan torpaqları iki yerə bölünür. Azərbaycan cənubundakı ərazilər İrana, şimalındakı ərazilər isə Rusiyaya verilir. Hətta bəzi şəhərlər var ki, o şəhərlər də bu dəqiq iki yerə bölünüb. Zulfa şəhəri, Astara şəhəri, Biləsuvar şəhəri. Şəhərin bir hissəsi müstəqil Azərbaycan torpaqlarında qalıb, bir hissəsi isə İran arasında. Yəni bu dəqiqə Azərbaycan Zulfası deyirik, İran Zulfası deyirik. Azərbaycan Biləsuvarı deyirik, İran Biləsuvarı deyirik. Azərbaycan Astarası deyirik, İran Astarası deyirik. 1991-ci ildə Sovet Rusiyası dağılır və Şimali Azərbaycan öz müstəqilliyini qazanır. İndi Təbrizə gedəndə, Urmiyə gedəndə, Ərdəbilə gedəndə görürük ki, oradakı bütün insanlar eynən mənim kimi doğma Azərbaycan dilimizdə danışırlar və heç bir yadlıq, özgəlik hiss etmirik. Öz can qardaşlarımızdır, öz qanımızdır və hamımız türkük.